Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Selamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, qardaşlar, ilk olaraq həmişə kimi xatırlatmaq istəyirəm ki, Allah Azze və Cəllənin izni ilə yəni elə bir təsəvvür yaranmasın ki, ümumiyyətlə tək mənə aid deyil, ümumiyyətlə, yəni danışan, əsla dinləyənlərdən nəsə üstünlüyü var, əfsəlliyi var. Rasulullah sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, məndən bir ayə, bir hədis, bir kəlmə olsa belə eşitdiyinizi çatdırın, olsun ki, dinləyən danışandan daha çox əməl edəsin. Olan gələn nəticə etibarən Allah Azze və Cəllənin dininə hər birimizin yardımı olmalıdır ki, biz Allahın dininə yardım edirik ki, özümüzü qurtaraq. Yəni, bayaq dediyimiz məsələ ki, Allah Subhanahu taala'nın izni ilə neyək? Özümüzü, yəni bu dində mövqeyimizi bildirək ki, biz Allahın dininə yardım edirik. Və ona görə də Allah Subhanahu taala birinin malına, birinin elminə, birinin səhhətinə, hər birimizə bir şey veribdir. Ona görə Allahın dininə yardım hər bir şeylə olur. Ona görə də çalışaq ki, Allah Subhanahu taala bizə verdiyi neməti də Allah Azze və Cəlləyə qaytaraq və şükrünü verə bilək. Deməli, dərsimizin mövzusu nədir? Təzimus salah, namazın təzimi. Və biz keçən dərslərimizdə ümumiyyətlə namazı haqqında, fəzilət haqqında danışdıq. Bugün isə nəyə danışırıq? Cəmaət namazı haqqında. Şeyx Abdurrazaq Həfizəhullah yəni gətirir ki, həqiqətən də bu dinin ümumiyyətlə mümeyyiz olan hissələrindən, yəni başqa bir şeylərdən ən seçilən ibadəti nədir? Namazdır. Və bu namaz Allah Azze və Cəllə baxasınız ki, dəlillər gəldikcə görəsiniz ki, dəlillərdə bizə bu namazı cəmaatda qılmağı bizə neyib? Əmr edibdir. Və bəzən də bəzi insanlar var ki, onlara artıq bu şeyi tərk etməyə günah olur. Bəziləri isə yəni qayıdır yenə də Rəbbi ilə öz arasında üzrünün olub olmamasına. Ona görə də cəmaət namazı Allah Subhanahu taala'nın dinində, qardaşlar, önəm veriləsi bir məsələdir. Biz keçən dəfə qısa olaraq toxunduq bu məsələlərə. Baxın, insanın ümumiyyətlə ən şiddətli vaxtları ha vaxtdır? Döyüş vaxtı, düzdürmü? Yəni, insan döyüşəndə, düşmənlə döyüşdüyü zaman başqa bir şey yadına düşürmür. Yəni, bizə misal üçün, hələ alverdən, yəni ticarətdən, zatdan danışmıram. Bizi yayındıran şeylərdən danışmıram. Allah Subhanahu taala cihadda Peyğəmbər sallallahu aleyhi ve sellemə əmr edir ki, cəmaatla namaz qılın. Cihadda. Ayə baxın. وَاِذَا كُنْتَ ف۪يهِمْ فَاَقَمْتَ لَهُمُ الصَّلَاةِ Sən onların arasında olduğun zaman və onlara namaz qıldırdığın zaman, söhbət döyüşdən gedir ha. فَلْتَقُمْ طَائِفَةٌ مِنْهُمْ مَعَكْ Qoy onlardan bir dəstə səninlə namaz qılsın. وَلِيَأْخُذُوا أَسْلِحَتَهُمْ Və silahlarını da özləri ilə götürsünlər. فَإِذَا سَجَدُوا Onlar səcdə etdiyi zaman فَلْيَكُونُوا مِنْ وَرَائِكُمْ Digərləri neynəsin? Onların arxasında dursun, gözdəsin. Namaza girmirlər. Sonra nedir? وَلْتَأْتِ طَائِفَةٌ اُخْرَى لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكْ Sonra neynir? Yəni, cəmaat namazının, ümumiyyətlə döyüşdə cəmaat namazının çox növləri var. İxtilaflar var orada. İndi onlara girmirik. Qısa olan bir formasını deyirəm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir rükət səcdə eləyib, səcdədən qalxanda birinci rükətin səcdəsindən gözləyir. Onunla bir rükət qılanlar qalxırlar, ikinci rükəti tamamlayırlar, dala çəkilirlər, salam verib dala çəkilirlər. O birisi qılmayanlar gəlirlər, neynirlər? Təkbir verirlər. Peyğəmbər sallallahu aleyhi ve sellemdən otururlar təzədən, Peyğəmbər sallallahu aleyhi ve sellemdən qalxır ayağa, onlarla birlikdə ikinci rükəti qılır. Peyğəmbər sallallahu aleyhi ve sellem. Deməli, o birisi tayfada neynir onunla birlikdə? Bir rükətini qılır, sonra Peyğəmbər sallallahu aleyhi ve sellem salam verəndən sonra qalxırlar, namazlarını tamamlayırlar. Deməli, hər iki tayfa Peyğəmbər sallallahu aleyhi ve sellemdən bir rükət namaz qılmış oldu. Deməli, bu nəyə əsas verir bizə? Yəni, Allah Subhanahu taala ilə bu ayədə də bunu bizə əmr edəndə, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əmr edib, eləcə də onun ümməti üçün əmr edib.
Yəni insan burada nəyi düşünməlidir ki, qardaşlar? Baxın, əgər bir döyüşdə Allah Subhanahu taala müsəlmanlara cəmaət olmağı əmr eləyibdisə, yəni döyüşdən başqa yerlərdə biz cəmaət namazına necə getməliyik? Yəni bir insanın canı ilə belə deyək ki, əlləşdiyi yerdə, bu canı ilə vuruşur ki, burada qardaş bir dənə səhlənkarlıq ölə bilər. Bu halda Allah Subhanahu taala cəmaət namazı əmr edir ki, namazı tək-tək qılmayın. Əslində insanın ağlına gələn nədir ki, bir 5 nəfər belə qılsın, o bir sonu gözləsin, 3 nəfər burada qılsın. Amma Allah Subhanahu taala deyir, cəm olun. Və ümumiyyətlə sonra nə gəlir? Allah Subhanahu taala deyir ki, Bəqərə surəsində deyir ki, "Vaqimus salata və atuz zakata varka'u ma'ar-rakin." Allah Subhanahu taala deyir ki, namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin. Bu şeylər hamısı nəyə dəlalət edir? Varka'u ma'ar-rakin, cəmaət namazına olan şahid olan hissələrdir. Ki, cəmaət namazı vacibdir. Və sonra deyir ki, bunları yəni insan bu ayələri oxuduğu zaman insan düşünməlidir ki, yəni insanlardan dala qalıb evdə gedib tək namaz qılmaq, yəni sələflərə qayıtsan, onlar vallahi çox pis vəsflər veriblər belə bir müsəlmana. Nə deyiblər? Deyiblər ki, bu münafiqin namazıdır. Və biz də keçən dəfə nifaq haqqında bizim dərsimiz oldu. Burada olmadı, düzdür. Nifaq haqqında dərsimiz oldu. Yəni bir kişi ümumiyyətlə münafiqlikdən qorxmalıdır. Əgər Quranda və sünnədə nifaq haqqında belə vəsflər gəlibdirsə, baxın, sizə bir dənə ağlı misal çəkəcəm, başa düşərsiniz nə deməkdir o. Bax, misal üçün, urfumuzda, cəmiyyətimizdə bir kişiyə yaraşmayan bir xislətlər var da, cəmaət onu onunla tanıyırsa, deyirlər, kimdə bu xislət varsa, ona görə kişi də belə hərəkət eləyər, yəni, hələm urfdan danışıram, dünyavi bir qaydalardan danışıram. Adi misal üçün, elə bir geyim formaları var ki, elə rənglər var ki, misal üçün, heç bir kişi qırmızı şalvar geyinib, dar şalvar geyinib gəlsə, necə baxarıq ona? Deyirlər, kişi də qırmızı şalvar geyinərək, bu nə fason şalvar geyinibdir? Ona baxır, bu qadın kimi bu nə fasonda dar köynək geyinibdir? Pis baxılan şeylər var da, düzdürmü? Bax, dində də qəbahət baxılan əməllər var. İnsan o qəbahət əməlləri özündə görəndə, onu özündən atmalıdır. Nətən yəni Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu münafiqin əlamətidir, sən də o əlamətlə yaşayırsan, özdə rahat yaşayırsan. Ona görə də insan nə etməlidir? Bu şeyləri özündə görən kimi dərhal atmağa çalışmalıdır. Birinci olaraq, bilin ki, Allah Subhanahu taala bir qulu əmələ necə müvəffəq eləyir? Onun imanının gücünə görə müvəffəq eləyir. Bəzən ola bilər Allah Subhanahu taalanın içində o əməl özü balaca olsun, amma Allah onun bərəkətini artırsın. Yəni sənin imanının gücünə görə Allah Subhanahu taala sənə bərəkət verir. Qəlbinin gücünə görə verir. Ola bilər əməl balacadır. Lakin sənin məqsədin nə idi ki, yəni? Cənnət deyil. Allah sənə o balaca əməli ilə sənə cənnəti verir də, yəni. Ona görə də qardaşlar, bax, insan cəmaət namazı haqqında olan ayə və hədisləri qulaq asanda onun imana artmalıdır ki, onu sabahsı gün sübh namazına kravatdan o iman qaldırsın. Çünki baxın, indi qabaqda gələcək bunlar hamısı. Peyğəmbər sallallahu aleyhi ve sellem keçən dəfə gətirdiyi hadisi deyir ki, Əfqalus salati aləl münafiqinə, yəni ən münafiqlərə ağır gələn namaz hansıdır? İşa namazıdır və həmçinin də fəcr namazıdır, sübh namazıdır. Sonra nə deyir? وَلَوْ يَعْلَمُوا مَا فِيهِمَا, onları deyir, o iki namazda deyir, onlar bilsələr ki, orada nə qədər əcir var, onlar orada deyir, sürünərək gedərdilər. Ona görə qardaşlar, vallahi Allah Subhanahu taalanın izləyən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, deyir ki, qul qiyamət günü ayağını bir yerdən digər yerə qoymayacaqdır, 5 şeydən soruşulmayana qədər. Onlardan biri də nədir? Onlardan biri, birincisi nə idi? Belə sayaq hamısını. Birinci, insan ömrünü harda keçirdikdir. İkinci, xüsusən gəncliyini harda keçirdikdir. Üçüncü, hardan qazanıb. Dördüncü, hara xərcləyib. Beşinci, bildiyi elmə necə əməl eləyibdir. Bax, bu 5 şeydən hər birimiz mütləq olaraq soruşulacaq. Və bir də
dənə indi qaydaq bura ki, Allah Subhanahu taala hərəmizə bir nemət veribdir. Hər kəs özü ilə Rəbbi arasında cemaat namazına gedib getməməyə nə qədər üzrü var, yoxdur, onu bir özü bilir, bir də Rəbbi bilir. Biz zahirən deyirik ki, o qardaş deyirsə üzrüm var, üzrüm var. Amma Rəbbi ilə sənin aranda o üzürdürmü, üzür deyil, ona inşallah ki, qiyamət günü biləsən. Və sən indi özün bilirsən onu. Ona görə müsəlmanın bax bu ayələri, hədisləri eşitdiyi zaman ilk olaraq bilməlidir ki, yəni cemaat namazı bizə vacibdir. Buna ayələr, buna hədislər və ümumiyyətlə nəsillərdən nəsillərə ötürülən məscidlərdə cemaat qılınan namazlardır. Ağlı dələm. Yəni Allah Subhanahu taala nə üçün əmr edib məscidlər tikilsin? Niyə müəzzin qışqırır ki orada? Elə 3-4 nəfər yığılsın. Niyə deyir ki, həyyə aləs-salah, namaza tələsin? Niyə deyirlər ki bunu? Bu məscidlər nə üçün inşa olunub? Nə üçün orada müəzzinlər təyin olunubdur? Ona görə ki, cemaat namazı vacibdir, qardaşlar. Ona görə də cemaat namazına tələsmək lazımdır. Və Allah Subhanahu taala başqa bir ayədə Nisa surəsində deyir ki, innel munafiqina yuxadi'unallaha və huve xadi'uhum. Münafiqlər Allah Subhanahu taalaya qarşı hilə qururlar. Allah da onlara qarşı hilə qurur. Və izə qamu iləs-salati qamu kusala. Onlar namaza qalxdığı zaman tənbəlliklə qalxarlar. Yura'unən-nasa. İnsanlara özlərini göstərərlər. Və la yezkurunallaha illə qalilə. Və Allah Subhanahu taalanda az zikr eləyərlər. Buradan faydalardan biri də ki, insanın namazda Allah'a az zikr etməsi münafiqliyin əlamətlərindən biridir. Yəni insan namazını tez qılır. Görürsən ki, illərdir İxlasdan başqa bir şey öyrənməyib. Məsələn, görürsən bir əlavə zikr öyrənməyib. Bir dua öyrənməyib. Elə eyni şeylə qəlb ölər də qardaş. Bu qəlb nətər yaşasın? Qəlb nə ilə? Bax, qəlb Allah Subhanahu taalanı zikr etməklə yaşayır, canlanır. Əgər o zikr olmasa, Allah Subhanahu taala yaratdığı bu qəlb onun üçün yaradıb və qidası da odur. Necə ki, torpaq su ilə qidalanır, insan yeməklə qidalanır, qəlbin də qidası Allah Subhanahu taalanın zikridir. Və bu zikirlərin də içərisində ən əfsəl zikir nədir? Namazdır. Niyə? Bütün zikirlər özündə orada cəm olunubdur. Dili ilə, qəlbi ilə, zahiri ilə, hər bir zikirlər hamısı cəm olub orada. Və namazların da içində ən fəzilətlisi var. Hansılardır onlar? Keçən dəfəm dedi, sübh və əsr namazlarıdır. Və bunların da içində ən əfsəli hansıdır? Sübh namazıdır. Mələklərin müşahidə elədiyi sübh namazı. Ona görə də baxın, Peyğəmbər sallallahu aleyhi ve sellemin dediyi hədisdə ən əfsəl namaz hansıdır? Cümə günü cemaatla qılınan sübh namazı. Nəyə görə? Günlərin mübarək olanı hansıdır? Cümə günüdür. Günlərin vaxtında namazların ən əfsəli hansıdır? Sübh namazıdır. Və namazların içində də, sübh namazların içində ən fəzilətlisi hansıdır? Cemaatla qılınan namazdır. Ona görə cəm eləyəndə görürsən ki, qardaşlar, burada nə qədər əzəmətli savablar var. Və insan bu savabları nəyə dəyişir? Yatağına, yuxusuna. Yəni, sən nətər gözünə yuxu gedir ki, insanlar safa görə tələsirlər. Biri maşına minir, 3 nəfər, 5 nəfər, qaçırlar, gedirlər, birini saf üçün sən yatmısan. Sən hələm yatmısan. Cemaat gedir, safda Quran dinləyir. Mələklər axtarır, hanı filan qul gəlməyibdir. Görəsən o hanı? Mələklər saf əhlini axtarır, qardaşlar. Başa düşün nə deməkdir bu? Mələklər məsciddə saf əhlini axtarırlar. Bu gün filan kəs gəlməyib. Görəsən nə olub ona? Mələklər, bəlkə xəstədir, ziyarətə gedirlər. Bəlkə o adam xəstədir deyə mələklər axtarır. Adam var, aylardır görmürsən. Görüşsən, salam aleykum, nətərsən? Haralardasan? Buralardayım da qardaş. Qardaş, 2 gün bir qardaşı görməyən adam narahat olur ki, qardaş, filan kəs məscidə gəlmir. 2 gün, nə olub ki, xəstədir? Yəni, bir adamın evini heç kəs tanımır. Tanımır heç kəs evini. Bu qardaşı heç kəs tanımır. Niyə? Cəmaata girmək lazımdır, qardaş. Namaza gəlmək lazımdır. Namaz
bizim cəmaat namazı ayrılmaz hissəmiz olmalıdır. Yəni insan evindən, işindən çıxanda bilməlidir ki, qardaş, işdən çıxdım, mənim cəmaata getməliyəm, mənim namazım vaxtıdır. Cəmaatla qılmalıyam. Belə bir şey ola bilməz ki, mən cəmaat namazı qılmadan gedib evdə yatım. Yəni keçən dəfəm dediyim kimi, ola bilər bəzən qardaşlar, istisna hallar başqadır. Ola bilər insan yatar qalar bir gün. Olar. Nə problem var ki? Bəşərik də. Peyğəmbər sallallahu əleyhi və səlləm yatıb qalmamışdılar. Qalmışdılar. Bilal radiyallahu anhuya tapşırır ki, bax ha yatma, oyaq qal. Səfərdə olurlar. Cəmaatı durğuzarsan namaza, namazın vaxtında. O da oyaq qalır, sübhə yaxın gözünə yuxu gedir, ayılırlar ki, günəş çıxır. Yəni bəşərikdə hamımız üz verə bilər. Lakin bu sənin əslin olmamalıdır. Əslin budur ki, əslin məsciddə olmalıdır, sübh işə namazda ən azından. Bu arada üz verən bir şey olmalıdır. Ona görə də insan nə etməlidir? İnsan birincisi bu şeyləri Allahdan istəməlidir. Yenə deyirəm qardaş, bu Allahın müvəffəqiyyətidir. Heç kəs özünə qaytarmasın ki, filan kəs məsciddədir. Yox, bu hamısı Allahın müvəffəqiyyətidir. Sadəcə olaraq bizə Rəbbim nəyə görə müvəffəq eləyir, nəyə görə müvəffəq eləmir? O bizim qəlbimizdəki olan nəyə görədir? İstəyə görədir. Bax, Allah Subhanahu nə istəyiriksə onu verir. Nəyə can atırıqsa onu verir. Nəyə görə? Allah Subhanahu deyir ki: "Vəllezine cahadu fina lenehdiyennahum subulana." Kim bizim yolumuzda çalışacaqdırsa, biz onu öz yolumuza yönəldərik. Kim çalışırsa, və Allah Subhanahu ona verir onları. Ona görə insan çalışmalıdır, istəməlidir. Yəni məqsədi o olmalıdır. Zaten onsa görürsən gün nə qədər qısalıb, həftə necə qısalıb. Gözünü açırsan, axşam düşür, axşam həftə nətər gəlir, ay nətər gəlir. Vallahi bunlar elə problemlər də elə onların içində dolaşa gedir. Lakin insan hansı xoş insanın halına ki, o ötüb keçən günlərin içərisində o bonusları yığar. Necə ki o iqralarda olur, bir bonus yığa gedirsən. Bax bizim savab yığmaqlarımız ona bənzəyir. Əslində savab çoxdur. Bəzən görsən insan elə o düz yolla gedir, sağda solda da savablar var. Nə qədərdir? Heç birini, yəni ya elmimiz yoxdur, onları bilmirik ki, o savabdır, götürə bilmirik, ya elmimiz var, imanımız zəifliyibdir ki, biz onları götürə bilmirik. Və xülasədə olaraq nədir? Və bunların da qardaş ən əzəmətlisi cəmaat namazıdır. Cəmaat namazı bizə verilən böyük bir Allahın rəhmətidir. Bax qardaşlar, hesab edin ki, cəmaatla qılınan namazın Allah Subhanahu yenə bayaq dediyim kimi, o cəmaatın içində olan ən imanlı bir insanın namazının savabını bölüşdürür hamıya. Yəni ən orada aşağı ilə götürmür. Allah Subhanahu Əkramul Əkramindir. Bax birimizin evinə qonaq gələndə nə edir? Gözəl bir yemək pişirtdirər, nə bilim ikram eləyir də qardaş. Qonaqpərvərlik var bizim xalqımızda, düzdür? Yəni bir yemək pişirər, bir hədiyyə alar. Yəni baxın, bu bir bəşərin hələn bir qəlbidir. İstəyir ki, hədiyyə versin, istəyir ki, qonağa yaxşılıq eləsin. Allah Subhanahu Əkramul Əkramindir. Sən Allah Azza və Cəllənin evinə gedirsən, məscidə gedirsən. Səncə mümkün olarmı ki, Allah Subhanahu sən oradan əli boş bıraxsın? Sən gör hara gedirsən, qardaş. Sadəcə olaraq bu gedəndə bu şeyləri tədəbbür eləmək lazımdır. Mən hara gedirəm? Mən Allah Azza və Cəllənin huzurunda duracağam. Mən Rəbbimin əmrini yerinə yetirəm. Buradan Allah Subhanahu məni necə hədiyyələrlə göndərəcək? Allah bilir denə. Sənin qəlbindəki olan ixlasa görə o hədiyyələr artır. Bəzən görsən ki, qonaqların da içində daha ehtiram elədiyin qonaqlar olur. O da yəni insan Allahla rabitəsi güclü olanda Allah Subhanahu nə edir? İkramını daha da artırır. Ona görə də baxırsan qardaşlar, bu Allahın sevgisini qazandıran əməllərdən biridir. Ki insan cəmaat namazına getsin. Və bilin ki, Allah Subhanahu bir qulunu sevərsə, o qulu heç də vaxt narahat eləməsin ki, kimsə onu pislik eləmək istəyir, kimsə onu alçatmaq istəyir, kimsə deyir ki, yox, o adam belədir, o adamda problem var. Vallahi deyirəm qardaşlar, Rəbbimizlə səmimi olsaq, heç kəs bizə heç nə elə bilməyəcəkdir. Vallahi, baxın tarixə, görün kimlər gəlib gedibdir. İmam Buxari, İmam Şafi. İmam Şafi rahiməhullah öz vaxtında gəlib dəvətə başlayanda öz vaxtında olan böyük alimlər, müəllimi belə nə dedilər? Başladılar bunu, gördülər ki, bu mütəbəhhir olan bir insandır. Yəni bu adam dənizdir.
elm dəryasıdır. Bu adam vura-vura gedəcək anını. Artıq bu olan yerdə heç kəs elmlə danışa bilməz. Nə edilər? Başlarlar deyək ki, onda şiəlik var. Vurmağa başlarlar. İttihamlar başladı. Ona qulaq asmayın. O şiədir. İmam Əhməd rahiməhullah kim gəlirdi o yanına nə deyirdi? Deyirdi, siz Şafini tanımırsınız. Alimlərdən biri deyir ki, sən nədən? Kimdir İmam Şafi? İmam Şafi kimdir ki? Bir gün gəlir, oturur onun yanına, görür ki, usuldan deyir, usuldan danışır. Ayədən, mustalahdan deyir, mustalahdan danışır. Ayə, hədis, hara baxırsan, adam dənizdir, elm dəryasıdır. Onda bilir ki, deyir, həqiqətən də İmam Şafi, İmam Şafidir. İndi mən də soruşuram sizdən, İmam Buxarini, İmam Şafini, İbn Teymiyanı, İbn Qeymi, yəni bunlar haqqında danışanlar hanı? Eşitmişsiniz birinin adını? Qardaş, yəni kim Rəbbi ilə səmimidirsə, vallahi Allah Subhanahu taala onu ucaldacaqdır, bərəkətləndirəcəkdir. Ya kim səmimi deyilsə, istəyirsən kim olursan ol, sən kimsən ki, kimisə təmizə çıxardıb, kimisə ucaldasan, kimisə alçaldasan. Sən kimsən ki? Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında bir kişi keçir, deyirlər ki, bax bu var ha, ya Rasulullah sallallahu əleyhi və səlləm deyir, bu sən kimdir? Bu kimisə təmizə çıxartırsa o adam, onu problem, kimisə pisləsəcə, bil ki, onu nədir? Yəni heç kəs onu belə təmizə çıxarda bilməz. Yəni belə deyək də bizdə var axı belə nüfuzlu olan insandır da, desə ki, yox o adam problemli adamdır. Və yaxud da əşi, o yox, o yaxşı adamdır. Bir kəlmə söz desək bəs eləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, siz dediyiniz vəs o Allahdır yəni. Allah da ucaldan, Allah da alçaldan. Qul Allah Subhanahu taala ilə səmimi olandan sonra vallahi heç kim ona şey edə bilməz. Heç kim ona heç nə edə bilməz qardaşlar. Ona görə də məxluqatları bax çıxartmaq lazımdır qəlbimizdən. Heç kəsə qardaş, heç kəsi salmayın bura. Ora yeri bir dənə Allahdır. Qəlbin yeri Allahdır. Ona görə də baxın, Allah Subhanahu taala ilə qəlb girərsə ora, yəni mən heç kəs deyəndə dünyanı da nəzərdə tuturam da, insanın qəlbinə dünya girdiyi zaman görsən şeytan gəlir sübh namazına getmək istəyəndə başlayır benzini yadına salmağa. Dünənki qazancını yadına salmağa. Başlayır ağlına 100 dənə fikir gəlmir. Vay, bəs yaxşı, mən bunu maşında da benzin azdı qardaş. Mən gedim neçə gün sübhə gedəcəm. Sən o benzinini qardaş vuran ora kimdir? Sən yox idin, Allah səni ruziləndirirdi. Yox idin, vallahi bax, insan ana bətnində olanda onu kimsə tanıyırdı. Nə yeyirdi, nə içirdi? Bax, anadan olandan kimi dərhal qardaş, dərhal ananın döşünə süd gəlir. Allah Subhanahu taala qulun ruzisini anasının döşünə yaradır. Sonra sən yekəldiksən Allah Subhanahu taala döşdəki südün tərkibin dəyişir. Və sən yekəlirsən, görürsən Allah Subhanahu taala artıq sənin bədəninə o süd kifayət eləmir. Rəbbim sənə süd dişləri verir. Möhkəm, qırmaq olmur. Vaxtı çatanda özü düşür. Sən ondan artıq bədəninə ehtiyac olan çeynənləsi ruzilər yeyirsən. Və sonra sən yekəlirsən, deyirsən ki, mənim namaz qılmağa vaxtım yoxdur. Mən nağarım, mən nətər gedim məscidə, mən benzinimi, bu benzini kim vuracaqdır? Səni yedizdirən, içizdirən, yoxdan var edən, o Allah benzinini də vuracaq, səni hələm yeri gəlsə, bir həftəlik yox, bir aylıqda polunu baxlığına təmin eləməyə Rəbbim qadirdir. Yetər ki, sən Allah yolunda xəşdə. Ləin şəkərtum ləzidənnəkum. Əgər şükür etsəz, Allah Subhanahu taala deyir artıq. Şükürlə nə ilə olur? Sən miniyi aparıb qoymusan ora, ancaq hara gedirsən toya, ad günə. Nə bilim, filan yerə, filan yerə. Bu məscidə sür də qardaş bunu. Bir dəfə apar bu məscidə də bu təkərlər 4 təkər fırlansın məscidə də. Görürsən, yox. Ən xeyir, əgər o maşın məscidə getmirsə, qardaş, ondan xeyirli yerara gedəsən ki. Bu soruşularsan da qiyamət günü hamımız soruşulacaq. Bu maşının var, qardaş, ətrafında qonşularına neçə qardaş var. Gəlin birləşək qardaş, heç nə olmaz. Ola bilər kasıb qardaşdır, sürücüdür, yoxdur imkanı. Qardaş, gəlin 1 manat yarımdan qoyaq, heç nə olmaz. Mən 1 manatı cəmaatla namaz qılmağa 1 manata gedib gələ bilirəmsə, qardaş, bu vallahi neymətdir. Özdə elə bir neymətdir ki, yəni onun belə, nə bilim, heç belə deyək ki, şotkaya vurub haqq hesabı da gələsin deyə bir şey deyil. Vallahi Allah Subhanahu taala razaq olan Rəbbim yəni elə yerdən ruzi verir ki, heç insanın ağlına da gəlmədiyi yerdə. Ona görə də insan Allahla nə etməlidir? Səmimi olmalıdır.
Ona görə də gətirir ki, burada Əbülqasım Əl-Əsbəhani rahiməhullah deyir ki, Tərğib və Tərhib kitabında deyir ki, Abdullah bin Abbas radiyallahu anhumədən deyir ki, bir insanın namaza duranda tənbəlcə şəkildə durması bəyənilmir. Əslində deyir, o gülər üzlə, rəğbətli şəkildə durmalıdır. Nəyə görə? Çünki o, onu yaradan qarşısına durmağa gedir. O elə bir kəsin qabağında durmağa gedir ki, sənin başdan ayağa olan bütün neymətlərin var ha, qardaşlar. Hamısı onu veribdir. Bir neyməti alsa, bir dənə neyməti adın dəyişiləcəkdir. Ətrafında sana nə qədər dəyər verən insanlar var. Vallahi onlar hamısı sənə Allahın neymətinə görə dəyər verirlər. Bax, nə boyda işləyir? Ustasan, Allah sağ bərəkət versin. Hansı əzalarla o ustalıq eləyirsən? Allah əlini alsa neyniyərsən? Gözünü alsa neyniyərsən? Ağlını alsa neyniyərsən? Bax, adlara bax necə dəyişir. Ağlını alsa dəli deyəcəklər sana. Dəli filan kəs. Gözünü alsa hamı sənətə tanıyacaq. Kör filan kəs tanımırsan? Kar filan kəs, kör filan kəs, şil filan kəs. Yəni görürsənmi ki, sənin ümumiyyətlə ayaqda qalmağın Allahın neymətinə görədir. Və hansı Allah Subhanahu taalanın bu neymətlərini insanlar sana ona görə dəyər verdiyi halda, necə insanlara görə yəni Allah Subhanahu taala ilə danışmaqdan qaçırsan yəni. Ona görə bu insan ha vaxt bunları anlayır axırar. O vaxtda anlayır ki, yəni baxın, bu insana təkli yüz verəndə anlayır. Çox vaxt rast gələrsiniz ki, bəlkə də hamımızın başına gəlibdir. Çoxumuzun İslam'a gələn vaxtında bir dənə belə bir, belə deyək də, ara sözdə valnası var, belə kasıfçılıq gəlir. Təhlənirsən, işdən çıxırsan, hər kəs səni tərk elədiyi zaman elə bil Allah sənə İslam'a o vaxt verir. Çoxumuz hidayətə gələndə belə bir şeylə qarşılaşmışıq da. Siz namaza ha vaxt insan başlayır. Çox vaxt görsən, insan pulu olanda tuğyan içində gəzir. Heç nə yadan düşür. Bir də görsən ki, Allah Subhanahu ya bir xəstəlik göndərir, ya bir bankrota düşür, böyük bir iş adamıdır. Bir nəsə sıxıntıya düşəndə Allah yada düşür. Düzdürmü? Nəyə görədir? Çünki insan neymət çox olanda Allahı unudan şeydir. O bir neymətlər ki, insandan gedəndə insan ayılır ki, subhanallah. Yəni mən heç kiməm. Allah Subhanahu idi buna qədər mən eləyir buna. Deməli, anlayır öz zəifliyini. Öz zəifliyi ortaya çıxır. Allah Subhanahu da möhtaclığı, yəni Allaha onun möhtaclığı da ortaya çıxır. Ona görə nə edir? Gəlir İslam'a. Bu da Allahın müvəffəqiyyətidir. Ona görürsən ki, qardaşlar, baxın, insan namaza duranda bilirsiniz hara gedir? Ona bütün neymətləri verən Allah Subhanahu onu çağırır huzurunda danışmağa. Ona görə namazın sözlərini anlamadan namaz qılmağa çalışmayın. Rəbbinizlə nə danışdığınızı anlamadan çalışmayın, o cür namaz qılmayın. Çox da elə onunla elə davam eləmə. Çalış, örgən, anla, gör mən Rəbbimə nə deyirəm. Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun deyirsən. Aləmlər deyəndə baxın, nə nəzərdə tutursan? İnsan aləmi, cinlər aləmi, heyvanlar aləmi, sonra mələklər aləmi, sonra həşəratlar, dəniz, hər yerdə baxın, hər bir aləmlərin Rəbbi var. Hər kəs Allah'a möhtaçdır. Hamı Allah'tan ruzi istəyir. Hamı Allah Subhanahu yalvarır. Elhamdülillahi Rabbil aləmin deyəndə onu təsəvvür elə qabağında. Ar-Rahmanir-Rahim deyəndə təsəvvür elə ki, bir nəfərin biraz pulu olanda, vəzifəsi olanda qabaqdakini əzmək istəyir. İstəyir taftalasın, ən uca mənəm deyir. Allah Subhanahu bu boyda imkan, bu boyda güc, qüvvət, izzət, cəlal Ar-Rahmanir-Rahimdir yəni. Rəhmlidir qardaş, bağışlayır, əff edir. İndiyənə qədər cürətlənib ona qarşı elədiyimiz günahları əff edir qardaşlar. Ar-Rahmanir-Rahimdir. Ona görə namaza duranda bu sözlərin şirinliklərini dadmaq lazımdır. Sonra nə deyir? Sənə Allah Subhanahu Fatihə surəsində Maliki yevmiddin deyirsən. Qiyamət gününün sahibi sənə qiyaməti xatırladır. Sonra nə deyir? İyyəkə na'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək edirik. Sonra bunu deyirsən, gedirsən məxluqatdan istəyirsən. Məxluqatın qabağında zəlilliyini göstərirsən. Məxluqatın qabağında
Allah Subhanahu taalanın qabağında eləmədiyin zəlillikləri eləyirsən. Əslində sən heç Allah Subhanahu taala görürsən ki, nədir? Heç Allahdan istəmirsən də. Sonra Allahdan istəyirsən ki, bizi doğru yola yönəlt. İhtinas sıratal mustaqim. Kimdir o düz yolda olanlar? Haqq yolda olanlar kimlərdir? Peyğəmbərlər, sıddiqlər, gözün qabağına gətir. Bütün peyğəmbərləri, sahabələri, sıddiqləri, alimləri, Rasulullah sallallahu əleyhi və səlləmin ardınca gedən o şərəfli insanları Rəbbindən deyir ki, məni onların yoluna yönəlt. Qayril məğdub, qəzəbinə düçar olan kəslərin yox, vələddalin və yaxud da zəlalatə düşənlərin yoluna yox. Yəni onlar kimlərdir? Yəni ya elmsiz Allah Subhanahu taalaya azıqlar, yəni onlar da yəni nəsranilər və yahudilərdir da. Vələddalin kimdir? Məğdublar, yəni yahudilərdir, vələddalin də nəsranilərdir və onlara oxşayanlar. Ona görə də qardaşlar, Allah Subhanahu taaladan istəyək ki, yəni çox uzatmayaq dərsi. Allah Subhanahu taaladan istəyək ki, bizi eşli faydalardan eləsin. Amin. Rəbbim bizi Peyğəmbər sallallahu aleyhi və səlləmin, onun sahabələrinin, onların Peyğəmbər sallallahu aleyhi və səlləmin varisi olan alimlərin və siddiqlərin ümumiyyətlə yolunda olmağı nəsib eləsin. Rəbbim bizdən məqbul edəcəyi namazları müvəffəq eləsin. Allah Subhanahu taaladan istəyək ki, Rəbbim bizə, ətrafımıza, ümmətimizə bərəkət versin. Rəbbim bizi ixlaslı eləsin. Qəlbimizdə olan bütləri sındırmağı, onları oradan çıxardıb atmağı müvəffəq eləsin. Allah Subhanahu taala bizə gözəl sonluqlar versin. Allah Subhanahu taala bizi və qardaşlarımızı və sevdiklərimizi qəbr əzabından, cəhənnəmin əzabından qorusun. Və doğrusunu Allah bilir. Subhanakallahumma rabbana və bihamdik və nəşhədu an la ilahə illə ent. Nəstəğfirullaha və nətubu ileyh. Amin.